Azərbaycanda tibb elminin təşkilində də çox ciddi qüsurlar var. Birincisi, elmdən xəbər olmayan adamlar elmə rəhbərlik edəndə bax bugünkü vəziyyət yaranır. Mən Chicago Universitetindən bir də danışmaq istəyirəm. Deməli, mən Chicago Universitetində olanda soruşdum ki, bu universitet klinikası universitetə tabedir. Dedi, yox. Bu özəl bir xəstəxanadır. Sadəcə biz universitetlə müqavilə bağlamışıq və olmuşuq universitet klinikası. Deyirəm, o sizə nə verir? Deyir, birincisi bizə nüfuz verir. Biz universitet klinikasıyıq. Bir. İkincisi, bizim orada işləyən həkimlər universitetdə dərs deyir. Universitet dərs dedikdən gələ bu maaş alırlar. İkinci, universitetin tələbələri burada bizim klinikada dərs keçdikləri universitet bizə pul ödəyir. Dördüncüsü, biz elmlə məşğul oluruq və elmdən daha çox para qazanırıq. Və bu bizim işçilərin əmək haqqını güclü artırır, klinikanın gəlirlərini artırır. Bizdə elə şey yoxdur. Bizdə universitetin klinikası, universitetin tələbələri gəlir orada dərs keçir və bütün xərcləri klinika ödəyir. Ona görə də klinika özünün işini ala bilmir. Ancaq borcun içində boğulur. Ona görə də elmli həm onu bilirsiniz, həm maddi vəsaitin çatılmazlığından, material texniki bazanın olmasından, eksperimental laboratoriyanın olmamasından bunlar qaynaqlanır. Məsələn, mən öz elmimin laboratoriyasını təşkil etmişəm Dövlət Səhiyyə Xidməti Hospitalında. Bunu tibb universitetində mən təşkil edə bilmədim. Çünki orada şərait var, baza var. Elmin inkişafı üçün müəyyən bir, bilirsiniz, maraqlı insanlar var. Burada elmə qiymət verən adamlar var. Amma səhiyyə sisteminə tabe olan müəssisələrdə və təbibdə elmlə maraqlanan yoxdur və elmi işlərlə məşğul olan kadrlara qiymət verən yoxdur. Və ona görə də elm laxlayır. Ancaq biz elə bunun işlərini elə götürürük, yalandan öz adımıza yazırıq, plagiatlıqla məşğul oluruq. Mən prezident yanında Ailə İxtisas Komissiyasının ekspert şurasının üzvüyəm. Mən görürəm də yerlərdən nə cür işlər gəlir. Mən yaxşı ki, Ailə İxtisas Komissiyası var, onların qabağını alır. Heç bir elmi yenilik olmayan əsərlər gəlir ora. Məsələn, yazır ki, öz kisəsi xəstəliklərində immun sistemdə gedən dəyişikliklər. Bəs burada deməli, dünyada bu sahədə elmi axtarışlar aparılmır. Dünya alimləri heç orada axtarış aparmaq istəmirlər. Bu birinci aparır. Yəni, bilirsiniz, heç kimə lazım olmayan bir elm sahəsindən bir dənə kitab yazır, doldurur, gətirir, verir. Təbii Ailə İxtisas Komissiyası bunu buraxmaz. Çünki orada oturan ekspertlər savadlıdırlar. Orada çox ciddi rejim var, obyektivlik var. Yəni, yerlərdən gələn dissertasiyalar, namizədlik dissertasiyası, doktorlar dissertasiyası çox zəifdir. Yüzündən biri orada güclü ola bilər, layiqli ola bilər. Ona görə də belə elm ola bilməz. Biz ancaq elə bunun kitablarını oxuyuruq. Məsəl üçün, Amerikanın, Almaniyanın kitablarına bax, Azərbaycan kitablarına bax. Azərbaycan kitablarında, dərslik kitablarında nə qədər deyirsən söz yığını, amma şəkil yoxdur. İllüstrasiya yoxdur. Özdə, məsələn, ümumi cərrahiyyədən dərslik, tələbəyə lazım olmayan informasiyalar verilir ora. Bugün süni intellekt inkişaf edir, bugün laparoskopik cərrahiyyə var, bugün az invaziv cərrahiyyə var, bugün endoskopik müayinələr. Bu haqda cərrahiyyə dərsliklərində heç bir informasiya yoxdur. Yığışdıq Minskdə, Belarusiyanın güclü cərrahları, Rusiyanın bir də mən. Yığışdıq, bir dənə qəşəng dərslik yazdıq. Cərrahiyyədən dərslik yazdıq. Gözəl illüstrasiyon, gözəl dərslik. Belarusiyada ondan dərs keçirlər, Rusiyada dərs keçirlər, Azərbaycan onu qəbul eləmədi. O qədər məndən kağız istədi ki, o qədər məni bürokratik aparatlara saldı ki, ağrıdım bala istəmirəm. Elə o gətirdiyim orada mənə payıma düşən kitabları da elə burada payladım ki, gedin oxuyun. Amma onu salmadılar nomenklaturaya. Salmadılar ki, onu dərslik kimi qəbul eləmək, o hansı ki testlərə düşsün, hansı ki biletlərə düşsün, hansı ki müəyyən səviyyədə
misal gətirilsin, onu salmadılar. Halbuki böyük bir dünyanın 3 ölkəsinin deməli ən böyük cərrahların yazdığı kitabı idi. Çox böyük qüsurlar var. Elmlər Akademiyasındakı yatıbdır, belə şeylərə fikir vermir. Ona görə də cərrahiyyə və ümumiyyətlə tibb ilminin inkişafı sıfır. Səhiyyə Nazirliyi də bundan məşğul olmur. Təbib də deyir ki, mənim işim deyil, mənim səlahiyyətim deyil. Elə qalıb belə kör təbii inkişaf edən bir şeydir. Bir şeydən fakt deyim. Mən Şərqi Avropanın ən nüfuzlu cərrahiyyə jurnalının baş redaktoruyam, xaricdə çap olunur. Mən Azərbaycanda heç bir jurnalın redaksiya heyətinin üzvüyəm. Təsəvvür edirsiniz, biabırçılıqdır. Burada da yenə bilirsiniz, yerbazlıq, dostbazlıq, nə bilim o, bizə qruplar yığışırlar, müəyyən bir şeylə bir jurnal bıraxırlar, öz yaxın adamların yığırlara, oxuyursan içində işini yoxdur. Ona görə də elm sahəsində çox böyük reformlar aparılmalıdır.